Bel ağrısı, oynaq ağrısı, sinirlərdə olan ağrı, əzələ ağrısı, dirsək, diz ağrısı, topuq ağrısı, bu ağrılar səndə də varsa, bu ağrılara görə tabletkalar istifadə edirsən, iynələr istifadə edirsən, ağrı kəsici vasitələr istifadə edirsən, amma onlar da 1 saat, 2 saat effekt verir və daha sonra effektini itirirsə və bu tabletkaları, iynələri qəbul etməkdən, mədəndə ağrı yaranıbsa, mənə diqqətlə qulaq as. Çünki sənə elə bir vasitə göstərəcəm ki, bu vasitəni istifadə etdiyin andan etibarən bütün ağrıların bir dəfəlik son qoyacaqsan. Bu hansı vasitədir, necə istifadə olunur, bunu bilmək istəyirsənsə, ekranın kənarında olan ağ ürək qızart və gül işarəsini toxunmağı yaddan çıxartma. Deməli, bunun üçün nə edirsən? Yaxınlaşsan istənilən bir apteka kapsanim gel alırsan. Deməli, kapsanim gel tərkibində həm kapsaykan, həmçində nimesit var ki, bu da sizdə yaranan istənilən bir ağrını anında kəsməyə kömək edəcək. Rulon şəklində olan bu ağrı kəsici vasitəni ağrıyan nahiyənizə yaxşıca yedizdirirsiniz, hansı nahiyəniz ağrıyır ki. Və 2-3 dəqiqə ərzində həmin ağrını bir dəfəlik yox eləməyə, bir dəfəlik aradan qaldırmağa sizə kömək edəcək. Yaxınlaşıb bütün apteklərdən əldə edə bilərsiniz. İstifadə qaydası isə gündə 2 dəfə istifadə etməyiniz kifayətdir ki, ağrıyan nahiyələrinizi bir dəfəlik müalicə edərək aradan qaldırsın. Əgər sizin də belə ağrıyan dostlarınız, tanışlarınız varsa, videonu da onlara göndərməyi yaddan çıxartmayın ki, onlar da bu vasitədən istifadə etsin və ağrılara bir dəfəlik son qoysun. İstənilən bir aptekdən əldə edə bilərsiniz, olmayan apteklərdən isə sifariş verib gətirə bilərsiniz. Səhifəmizə takib atmağı, videonu bəyənməyi də yaddan çıxartmayın.